Bağırsağın mikroflorasını bərpa etmək üçün, bax, kələm tutması düzəldirəm. Necə düzəldirəm? İndi sizə onu başa salım. Kələm baxın belə doğranılır, dəfnə yarpağı qatılır, çuğundur, kök, sonra petruşka. Bunun da üzərinə təbii ki, baxın, Naxçıvan duzu, qara duzdan, qumlu duzdan bir xörək qaşığı tökürük, bax beləncə. Sonra bunu qarışdırırıq. Vsyo, bunu qarışdırırıq. Qarışdır bir dənə, zəhmət olmasa. Bunu belə qarışdırırıq. İndi yığacaq bankaya, qoyacaq xaladelnikin aşağı gözünə. Bu artıq 4-5 gündən sonra suyun buraxacaq. Artıq ondan sonra götürüb yeyə bilərik. Bax, belə az düzəldirsiniz. Az düzəldirsiniz, yəni sonra yeyirsiniz. Yəni çox saxlamaq olmaz bunu. Düzəltdirsə yeməlisiniz bunu. Çünki bunun tərkibinə başqa şey vurulmur. Yalnız duz. Özü suyun buraxacaq. Vsyo. İndi bankaya yığaq, göstərəcəm. Bir də ki, bunu bax, əlimizlə belə sıxmalıyıq. Baxın. Bax, belə sıxırsınız ki, suyun buraxmağına kömək olsun. Yaxşı belə sıxırsınız əlinizlə. Sonra da indi yığacaq bankaya. Göstərəcəm siz. Sıx yığın bankaya da. Baxın, sıxıldı artıq. İndi videonu para-para çəkirəm. Sıxıldı. Bax, suyun buraxdı, görürsünüz. İndi yığırıq bunu bankaya. Yenə də çəkib göstərirəm sizə. Baxın, sıxa-sıxa yığdıq bankaya. Bax, bu qədər şey çıxdı. Bax, bundan tez-tez düzəldin, yiyin. Siz görün, sizin bağırsaq mikroflorası necə gözəl bərpa olacaq. Bunu uzun müddət yiyin. Çox gözəl təsir eləyir. Baxın, mən sizə sağlam həyat tərzini göstərirəm ki, sağlam olasınız inşallah.